Milli Məclis təsdiqlədi. Bu şəxslər 7000 manatlıq cərimə oluna bilərlər. Cinayət Məcəlləsindəki dəyişiklik Milli Məclisdə rəsmi olaraq təsdiqini tapdı. Gündəm xəbər verir ki, dəyişikliyə əsasən bundan sonra pilotsuz uçuş aparatı və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığının məhdudlaşdırılması yaxud da 2 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılacaq.